Xalq Cəbhəsi sədri Əli Kərimlinin Hüquqlarının Müdafiə Komitəsi İlham Əliyevi məsuliyyətə səsləyib. Salam dəyərli tamaşaçılar, Xalq Cəbhəsinin sədri Əli Kərimlinin Müdafiə Komitəsinin açıqlaması ilə sizi tanış edirik. Açıqlamada bildirilir. 2025-ci ilin noyabrından saxta ittihamlarla Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılan AXCP sədri Əli Kərimliyə qarşı təzyiqlər davam edir. Artıq bir aya yaxındır ki, onun saxlanma şəraiti daha da ağırlaşıb, ailə üzvləri ilə əlaqə saxlama, gündəlik informasiyalarla tanış olmaq imkanları, hətta açıq havada gəzinti hüququ da məhdudlaşdırılıb. Ən çox narahatlıq doğuran isə onun bu müddətdə ciddi psixoloji problemləri olduğu və terrorçuluq ittihamı ilə həbs edildiyi deyilən bir dustaqla eyni kamerada saxlanılmasıdır. Belə ki, artıq geniş ictimaiyyətə məlum olduğu kimi həmin dustaq gecələr hay-küy salaraq Əli Kərimlinin yatmasına imkan vermir. Beləliklə deyə bilərik ki, Əli Kərimli bir ay yaxındır faktiki yuxusuz vəziyyətdədir. Bu isə ona qarşı təkcə psixoloji deyil, həm də fiziki işgəncəyə yol verilməsidir. Əli Kərimliyə qarşı təcridxanada yaradılan dözülməz vəziyyət barədə məlumatlar bu müddətdə hətta ölkə sərhədlərini də aşaraq beynəlxalq səviyyədə yayılıb. Aşpa kimi möhtəbər tribunalarda səsləndirilib. Bu miqyasda rezonansdan sonra da Əli Kərimliyə yaradılan qanunsuz çətinliklər aradan qaldırılmaması, xüsusən onu yatmağa qoymayan dustağı onunla eyni kamerada saxlamağa davam etdirmək deməyə əsas verir ki, bütün bu addımların sifarişi ən yüksək səviyyədə verilib. Məqsəd Əli Kərimli fiziki və psixoloji cəhətdən tükəndirmək, bununla ondan qisas almaqdır. Eyni zamanda güya gecələr dırnaqarası özündə olmayan həmin psixoloji problemli dustaqdan istifadə etməklə Əli Kərimliyə qarşı hər hansı təxribatın törədilməyəcəyinə də heç bir təminat yoxdur. Bu baxımdan Əli Kərimlinin təhlükəsizliyi ilə bağlı risklərin mövcudluğu da ayrıca narahatlıq doğurur. Müdafiə Komitəsi bütün bunları nəzərə alaraq aidiyyəti dövlət qurumlarından vəziyyətə təcili müdaxilə etməyi, Əli Kərimlinin saxlanma şəraitinin normallaşmasına və təhlükəsizliyinin təmin olunmasına dair təcili tədbir görməyi tələb edir. Müdafiə Komitəsi bəyan edir ki, hazırda Əli Kərimlinin sağlamlıq vəziyyəti və təhlükəsizliyi ilə bağlı bütün məsuliyyət həm də birbaşa ölkə rəhbəri İlham Əliyevin üzərindədir. Əli Kərimliyə qarşı dözülməz münasibətə təcili son verilməsə, deməli, şəxsən İlham Əliyevin onunla bağlı təhlükəli planları və göstərişləri var. Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini və şəxsən İlham Əliyevi məsuliyyət hissini tam itirməməyə, Əli Kərimliyə qarşı faktiki işgəncəni dayandırmağa və ümumiyyətlə onu yubanmadan azad etməyə çağırıb.